Doktor, soyuq pivə mədalı vəzə zərərlidirmi? Bəli, əlbəttə ki, zərərlidir. Soyuq içkilər, xüsusilə də soyuq pivə çox vaxt çox miqdarda qəbul olunur, az miqdarla yetinmirlər insanlar və bu da mədalı vəzdə kəskin pankreatit yarada bilər. Həm spirtli içki olduğuna görə, həm də həddindən artıq soyuq olduğuna görə. Mədalı vəz nə alkolu sevir, nə soyuğu sevir. Xüsusilə də əgər yağlı yeməklərdən sonra bu içkilər qəbul olunursa, çox ciddi fəsadlarla üz-üzə qala bilərsiniz. Həyatınıza belə mal ola bilər. Çünki kəskin pankreatit zamanı biz nələr görürük? Pankreatik amilaza yüksəlir, xəstə 2 qat qalır. O qədər ağrı olur ki, dözülməz ağrı olur. Hətta ad familiyasını belə zorla ifadə edir. Kürəyə vuran ağrı olur. Ürək bulanma, qusma, ishalla da yanaşı gedə bilər. Amma ən çox xəstəni incidən şikayət ağrı, kürəyə vuran ağrı, dözülməz ağrı olur. Və kəskin pankreatit 2 cür gedə bilər. Biri var ki, ödematoz pankreatit. Bu zaman biz xəstədə spirtli içki qəbulunu, soyuq qida qəbulunu, ümumiyyətlə qida qəbulunu saxlayırıq. Ağızdan heç nə almır. Bu proses bəzən öz-özünə də qayıda bilər. Buna ödematoz pankreatit deyir. Lakin bəzən pankreatit nekrotizan olur. Artıq nekroz başlayır. Bu çox ciddi bir fəsaddır. Xəstə reanimasiyaya yatırılmalıdır. Xəstədə çox ciddi ağırlaşmalar ola bilər və xəstə həyatını itirə bilər. Ona görə əgər soyuq içkilərdən sonra epigastral nahiyədə kürəyə vuran ağrılar başlayıbsa, özünüzü pis hiss etməyə başlayırsınızsa, mütləq dayandırın, davam etməyin, ümumiyyətlə heç nə qəbul etməyib həkimə müraciət edin. Kəskin pankreatitlə oynamaq olmaz. Ciddi bir xəstəlikdir. İnsanın həyatını itirməsinə kimi apara bilər.